Bax, mən də elə lütdəni belə yaşamaq istəyirəm, elə geyinmək istəyirəm, o yediyindən yemək istəyirəm, o gəziyi ölkələr gəzmək istəyirəm. Dəli Leyla içdiyi şampan istəyirəm. Dəli Leyla o viski içir. Bu yaxınlarda mən bir beynəlxalq jurnalistlər araşdırmışdı. Londonda Dəli Leyla 4 nəfər rəfiqəsindən 1 milyon funt sterlinqə viski içiblər. 1 milyon funt sterlinq də onun bir viskinin bir butulqası. O da 2 milyon manat edir. Bizim pulla 2 milyon manat. Bax, mən də o viskidən içmək istəyirəm. Mən də onun yediyi yeməklərdən yemək istəyirəm. Paltarlarından geyinmək istəyirəm. Gəzdiyi ölkələrdə gəzmək istəyirəm. Mən hava qədər suyun içində, qırıq kravatın içində yatırım. Mən dayanmayacağım. Sabah var, birisi gün var, o birisi gün var, bu birisi gün var. Mən haqqımı niyə istəməli deyiləm? Yox, siz demiş belə mənim iradəmə çıxıb əksinə daha da məni aqressivləşdirirlər, daha da məni gücləndirirlər. Mən indi başqa variantlar tapacağam. Mənim də məntiqim var, mənim düşüncəm var. Yəni bununla nə olacaq ki? Mən bu yoldan dönməyəcəm. Mən Qoradeldə öləcəm, qanımı tökəcəm Qoradelə, mən bu yoldan əl çəkməyəcəm. Mən haqqımı İlham Əliyev məni dəlil eləyə, qoşsun saxlasın. Deyir bizim bu qədər sadə. Mən bu istəyimdən dönməyəcəm. İndiyə qədər bütün istəklərim alt-üst olub, üstündən xət çəkiblər. Amma mən daha yeganə istəyim bu qalıb. Onu kimi yaşamaq istəyirəm.